Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Sponsor Endokrin Mərkəz. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün psixoloji pozuntular içərisində ən ciddi və aktual olan post-travmatik stres pozuntusundan danışacağıq. Təbii ki, mövzu ilə bağlı studiyamızda müzakirə etmək üçün dəyərli və peşəkar qonağımız Azərbaycan Dövlət Tibb Universitetinin Psixiatriya Kafedrasının dosenti tibb üzrə fəlsəfə doktoru Araz Mançöhrü Laleydir. Doktor, xoş gəldiniz. Öncəliklə dəvətimi qəbul etdiyiniz üçün sizə dərin təşəkkür edirəm. O dəyərli zamanınızı bugün bizimlə ayırdınız. Hər zaman biz silsilə olaraq psixoloji problemlər, psixi xəstəliklər haqqında danışırıq. Bugün ciddi, aktual olan post-travmatik stres pozuntusu, hansı ki, təhlükəli və fəlakət xarakterli situasiyalarda və daha çox avtoqəza və hərbi əməliyyatlar zamanı yaşanan, bəlkə də biz bunu başqa dərəcələrə bağladığımız, morfologiyasını, etiologiyasını doğru düzgün bilmədiyimiz ciddi bir stres pozuntusundan. İlkin olaraq başlayaq morfologiyası və etiologiyası. Buyurun. Bəli, çox gözəl və indiki hal-hazırda aktual bir mövzudur. Post-travmatik stres deyəndə bəzi hallarda cəmaət elə bilir ki, bu travma sözü olanda elə bilirlər ki, fiziki zədədir. Bəli. Burada fiziki zədədən söhbət getmir. Burada heç bir fiziki travma yoxdur. Burada travma yalnız emosional travmadır, stres travmasıdır. Və bu belə bir stresdir ki, bu bütün insanlar üçün yaşından, yaşadığı yerdən fərqli olmayaraq hər bir insan üçün bu ağır bir stres sayılır. Məsəl üçün, müharibə, əsir düşmələr, zorakılıq, terrorizm aktları və s. zəlzələ, daşqın, bütün bu hallar, avtoqəzalar, bəli, ağır. Bunlar hamısı insan üçün onun həyatına təhlükə daşıyan bir hallar və bunlar insanda ağır emosional stres yaradır. Və bu stres nəticəsində bu yaranır, bax bu xəstəlik. Ümumiyyətcə belə baxanda bu xəstəlik, hələ bu xəstəlikdən bilirdilər, hələ danışırdılar. Eramızdan əvvəl, hələ antik həkimlər də bundan danışırdılar. Sadəcə olaraq onlar bunu sistemləşdirməmişdilər. Buna xəstəlik kimi baxmırdılar. Buna bir hal kimi baxırdılar. 20-ci əsrin ortasından sonra xüsusən də bu artıq sistemləşdi. Koreya, Amerikada Koreya müharibəsindən sonra, Amerika-Vyetnam müharibəsindən sonra onda bunun adı belə bir müharibə nevrozu qoyulmuşdu. Bu aşkar olunmuşdu, geniş aşkar olunmuşdu müharibə iştirakçılarında, əskərlərdə. Onlar sülh həyata qayıdandan sonra ağır streslər yaşayırdılar, problemlər yaşayırdılar və gördülər ki, belə müharibədən qayıdan şəxsiyyətlər arasında külli miqdarda intihar halları, asıllıq halları, narkotik, alkoqol istifadəçiləri çox oldu. Bunlar cinayətə meyilli oldular. Özə xüsusən də ağır cinayətə meyilli oldular. Odlu və soyuq silahdan qəddarcasına istifadə edirdilər. Bəli, amansızlıqlar və bunların arasında aparan tədqiqat göstərdi ki, bəli, buna demək olar ki, bu bir xəstəlikdir. Bu artıq ümumi bir anlayışdır, artıq bu müstəqil bir xəstəlikdir və bu xəstəliyin üstündə tədqiqatlar aparıldı və axırda bunun adını qoyuldu post-travmatik stres pozuntu. Və sonradan aşkar olundu ki, bu simptomlar nəinki müharibə iştirakçılarında, bu simptomlar başqa
faciələrdə də, başqa katastrofik hallarda da yaranır. Və ona görə bundan sonra onun anlayışı biraz da genişləndi və indi bayaq mən sizə dediyim kimi insanın həyatına təhlükə daşıyan katastrofik bir hal fərqi olmayaraq və siz dediyiniz kimi avtoqəza olsun və s. hallar onlar bu xəstəliyi yarada bilər. Doktor, burada boşanmalarda, iş yerlərinin dəyişdirilməsində və yaxud da işinin itirilməsi, yaxın doğmanın itirilməsi fonunda da yarana bilir. Amma burada o dediyimiz kimi ağırlaşmalar və inkişaflar etmir. Deyilmi? Amma bunu da yenə də müqayisəli diaqnostikanın peşəkar tərəfindən aparılmasıdır. Çünki burada yarananı bəzən biz deyirik ki, depressiya, bəzən burada deyilir ki, affektiv pozuntunun doğmanı itirmə qorxusunu qəbullanmaması kimi bağlansın. Amma bunlar da özünü burada göstərir. Amma düşündüyümüz ağırlaşmaya qədər ola bilsin ki, gedişat yoxdur, deyilmi? Bəli, mən sizi başa düşdüm. Bəli, bilirsiniz, indi siz dediyiniz bir tərəfdən düzdür, lakin bu posttraumatik stres pozuntusu deyil. İnsan, mən sizə bayaq dedim ki, posttraumatik stres yaranır, hər bir şəxsiyyət üçün fərqi yoxdur. Hər bir şəxsiyyət üçün travmatik, ağır bir emosional hal. Məsəl üçün, kimsə işi itirib, bəlkə birinin ola bilər daha da xoşuna gəlib ki, bu işi itirib, rahat yaşayır. Kimin üçünsə ola bilər o psixoloji travmadır, başqası üçün ola bilər o psixoloji travma deyil. Bu bir. İşi itirmə insan üçün həyatının yaşayışına təhlükə daşımır. O ola bilər, bəli, bir maddi cəhətdən ziyana düşsün və s. Amma onun birbaşa, onun fiziki sağlamlığına o təhlükə daşımır. Boşanmalar, bəlkə kiminsə ola bilər boşanma onun xoşuna gələr, kiminsə xoşuna gəlməz. Amma zəlzələ oldu, müharibə, əsir düşmək bütün insanlarda fərqli olmayaraq cinsindən, yaşından o insan üçün faciədir, o insan üçün tragediyadır. O siz dediyiniz hallar ona deyirlər stresa reaksiya. Kəskin reaksiya ola bilər xroniki reaksiya və iş ondadır ki, əgər xroniki, kəskin stres reaksiyalar uzun müddət müşahidə olunursa, o artıq keçir xroniki şəxsiyyət pozuntusuna. Posttraumatik stres yox. Amma posttraumatik stres pozuntusu əgər 2 ildən artıq müşahidə olunursa, müalicə olunmursa, o artıq keçir xroniki şəxsiyyət pozuntusuna. Posttraumatik stres pozuntusu heç zaman o dəqiqə stresdən sonra yaranmır. Bir müddətdən sonra. Və bəzi hallar olur ki, elə bir hamısının yadından çıxır, artıq insan azaddır, artıq qayıdıb müharibədən bir müddət rahat həyat yaşayır, amma sonra onda başlayır nə? O gecə yuxularda görür o döyüş səhnələrini. Gecə yuxuda görür o dostlarının itirilməsini, gecə yuxuda görür onların can verməsini, bəli, o hamısı gecə onun və belə insanlar yuxudan oyanaraq, siz yəqin filmlərdə çox görmüşsünüz belə səhnələr, elə stres pozuntunun biri elə o yadınızdadır, Rambo 1, orada o Stallone əskəridən, müharibədən qayıdır və qayıdır hara? Qayıdır cəmiyyətə, harada özünü tapa bilmir. O bir müddət öyrənib öldürmək, müharibə etmək və o halda, məsəl üçün, əskər üçün hər şey aydındır. Düşmən oradadır, mən buradayım və mənim əlimdə silah, mən o düşməni öldürməliyəm. Vəssalam. Onun məqsədi düşməni öldürmək. Və bütün yanında olan ətrafda onun dostları, onlar qardaşdılar, onlar çiyin-çiyinə durublar, onlar bir-birinin arxasında dururlar, onlar bir-birlərini qoruyurlar, axırıncı damca su ilə bir-birlərini bölüşürlər. Və bu gəlir sülh həyata, bu gəlir o emosiyayla gəlir bura. Və bu məsəl üçün hansısa bir haqsızlıqla rastlaşanda bu bir və ya mənə düzgün başa düşür. Bəlkə heç haqsızlıq yoxdur. Sadəcə olaraq qanun tələb eləyir ki, belə olmamalıdır, iş belə olmalıdır iş. Bəli, ola bilər, bizdə olur belə. Biz deyirik ki, bu sadə bir şeydir. Buna nəyə görə artıq kağız lazımdır, nəyə görə artıq arayış lazımdır. Amma qanun tələb eləyir,
O olunmalıdır. Bəli, təlimata görə. Bəli. Və bu bunu başa düşmür. O üçün bu öyrəşib başqa bir formaya. Belə insan öyrəşib situasiyanı həll eləmək silahla, situasiyanı həll eləmək cəsurluqla, situasiyanı həll eləmək müharibə ilə. Yaranmış vəziyyəti düzəltmək. Bəli. Deməli, doktor, burada görün nə qədər həssaslıq və xırdalıqlar var. Amma bəzən bu yaşadığımız həmin o situasiya ilə bağlı, vəziyyətlə bağlı bizim baş verən pozuntuları bəzən biz normal həyat tərzinə də bağlayıb yaşadıq. Müəyyən avtoqəzadan sonra həmən bizdə bir zərbənin göstəricisi yaşanmadısa, bundan sonra olanları əvvəlki vəziyyətlə bağlı olacaq deyə anlayışını sildik. Yəni biz düşünürük ki, həmin anda nə baş verirsə, həmin anda da olmalıdır. Olmadısa, heç bir zaman olmayacaq. Müharibə dönəmindən qayıdış həmin zamanlarda bir neçə ay müddətində heç bir şeyin ümumiyyətlə izi olmaya da bilər, deyilmi? Hiss edilməyə də bilər. Davranışda, danışıqda, nitqdə, başqa insanlarla danışıqda, ünsiyyətdə bütün bunlar təzahür etməyə bilər. Aylar sonra elə bir formada çıxar ki, biz bunu həmin o aylar sonra yaşadığı vəziyyətə bağlayıb onu normallaşdıracağıq. Çox təəssüflər olsun ki, qorxunun, təşvişin, həyəcanın bugün müalicəsini psixiatr, psixoterapevtdə deyil, başqa özümüzdə bildiyimiz bir cahil, dar düşüncəyə sahib, nə bilim, qorxu çıxartdıq, getdik, çıldağa getdik və yaxud da bilmirəm, canımızdan cin çıxdıq, neysə, belə bəsit düşüncə ilə olmalar da bizə zaman etkisi verdi və bunun sonunda da bir partlayış yarandı və yenə də fərqində olmadıq ki, bunun yaranma səbəbi aylar öncə baş verən hadisədir. Yəni, o hadisədən həmən görünməmək, gizli getmə ehtimalı neçə faiz özünü göstərir? Vallahi, mən sizə dəqiq deyə bilmərəm neçə faiz, dəqiq bu rəqəmlər, amma yüksəkdir. Dəqiq nə qədər deyə bilmərəm, ancaq biz tez-tez bu hallarla rastlaşırıq və siz gözəl vurguladınız. Bu nəinki bu mütləq müharibə olmalı deyil, bu avtoqəza da ola bilər, bu zəlzələ də ola bilər, daşqın da ola bilər. Biz maraqlı bir tədqiqat aparmışdıq. İndi birim başlayıb orada o birisinə deyirəm. Bir daşqın olmuşdu. Bir neçə il buna çoxdan olmuşdu. Və biz getmişdik orada yerli əhaliyə psixoloji dəstək göstərmək. Və mən gedirdim, elə bir dəfəli götürdüm özümlə test ki, orada onsuz da araşdırma apararsınız. Özüm üçün bir araşdırma aparım. Dostlarıma da payladım ki, kimin vaxtı oldu, nə oldu? Bir araşdıraq görək. Bunlar bu stresdən yaşayandan sonra bunlar necə, nə reaksiya verirlər və s. Və maraqlı bir şey çıxdı üzə. Bilirsiniz, deməli, hamısı stres yaşadı. Mən demirəm ki, hamısında post-travmatik stres pozuntu yox. Post-travmatik stres pozuntu biraz ondan sonra yaranır. Kəskin stres idi və ən maraqlısı o idi ki, stresin azalması və insanın stresi daha rahat keçirilməsi səbəblərdən biri oldu ki, kim öz evini, öz biznesini sığortalamışdısa, o rahat idi. O rahat və bəli, stres yaşayırdı, mən demirəm stres. Amma o stresi rahat qəbul eləyirdi. Deyirdi ki, əşim nə olsun, indi düzdür, çətinliklə, amma mən alacağım, o itirdiyim məni təzdən qaytaracaqlar, mən təzdən biznesi qura biləm. Bəli. Ona görə orada biz məqalə yazanda biz belə bir təklif sürdük ki, bəs məsləhətlər ki, stresin profilaktikasından birisi o evi sığortalamaq, məsəl üçün biznesi sığortalamaq ki, sən arxayın ola biləsən ki, bir İraq olsun, bir problem olsa, o sən itirdiyin hamısı sənə qaytarılacaq. Bəli, və demək ki, bunlar da bizə bəzən də həmin situasiyalarda soyuqqanlı davranmağımıza da təsir edirmiş, doktor. Bizim telefon xəttində tamaşaçımız var. Eşidək sizi, hər vaxtınız xeyir olsun. Buyurun. Çox sağ olun, hamıyı salamlayıram. Doktorumuzu da salamlayıram. Mənim sualım doktoradır. Deməli, bu təbii fəlakətlər oldu, su basmalar, yağışlar, bizim evimiz suyun altında qaldı. Demək olar ki, otaqlarımızın çoxsuna ziyan dəydi, bir otaqdan başqa da. İndi bir otağa sığınmışıq. Hal-hazırda mənim psixoloji vəziyyətim də yerində deyil. Özümə çox qapanıram, ağlayıram, heç nə etmək istəmirəm. Hətta yemək belə yemək istəmirəm ki, yəni bu vəziyyətə düşdük. Heç nə etmək istəmirəm, çox ağlayıram,
özümə qapanmalarım olur. Uşaqların dərsi, əvvəl dərslərlə çox maraqlanırdım. İndi maraqlanmaq belə istəmirəm. Otağa girirəm, halım pisləşir, çox pis vəziyyətə düşürəm. Mən nə edə bilərəm, doktor? Özümü bu vəziyyətdən necə çıxarda bilərəm? Təşəkkür edirik zənginiz üçün. Sel basmaları ilə bağlı, daşqınlarla bağlı evində. Bəli, bu aydın məsələdir. Əlbəttə, insan stres yaşayır. Birincisi, maddi ziyana düşür. O biri tərəfdən, görürsünüz, deyirlər ki, hamısı bir otaqda qapanıblar. Hər insanın öz fiziki, məsəl, fiziki, necədir, prostranstvo deyirlər ruslar, öz fiziki ətrafı Ətrafını, bəli. Və o fiziki ətraf azalanda, insan özünü diskomfort vəziyyətdə hiss eləyir. Təbii ki, orada valideyndir, o uşaqların gələcəyini fikirləşir, uşaqların məktəbə getməyini, sağlamlığını və burada bu reaksiya aydındır, başa düşünüləndir. İndi burada müalicə təbii ki, birinci mütəxəssisə müraciət etmək. Burada əgər üç variant var müalicənin. Birinci, sırf dərmanla müalicə. İkincisi, ola bilər psixoterapevtik müalicə və ağır hallarda həm dərman, həm psixoterapevtik müalicə. Və təbii ki, indi deyəcəklər ki, bəs psixoterapevt nə edəcək, dərman nə edəcək, insanın evi yoxdur, insanın evi dağılıb, sən bu dərman buna nə edəcək, dərman ona təzə ev verməyəcək, dərman ona təzə bir... Bəli, aydındır, dərman bunu etməyəcək. Dərman və psixoterapevt situasiyanı dəyişmir, o insanı dəyişir. Bəli, vəziyyət dəyişir, sadəcə vəziyyətə baxış dəyişir. Vəziyyətə baxış dəyişir. O insan o vəziyyətə başqa nöqtə nəzərdən baxa bilər. Məsəl üçün, psixoterapevtik bir usuldan biri odur ki, mən görmüşəm şəxsən, düzdür, o insanlar psixoterapevt deyirlər. Yəni ki, deyirlər ki, Allah deyim, mənə bir sınaq verib. Və rahat onu qəbul eləyir. Bir imtahandır yaşayıram. İmtahandır yaşayıram. Bu mənim üçün imtahandır, məni yoxlayır, Allah məni yoxlayır. O biri deyir ki, bu imtahandır mənim üçün ki, mən öz qabiliyyətimi, öz gücümü, öz iradəmi göstərə bilim. Üçüncüsü deyir ki, bu başqa bir şeydir. Yəni, insan başqa nöqtə nəzərində bu situasiyaya baxanda özündə güc tapır, özündə inam tapır və bunu həll eləyə bilər. Dərmanlar isə, indi yaxşı bir söz var Azərbaycanda, deyirlər, halva deməklə ağızda şirin olmur. Dərmanlar isə o serotonin qarmonu, dopamin qarmonunun, onun miqdarını artırır. Onun miqdarı artıranda insanda əhval-ruhiyyə bioloji olaraq yüksəlir və insan bu vəziyyətə başqa bir nöqteyi nəzərdən baxır, özü üçün faciə yaratmır və addımlar atır ki, bunun öhdəsindən gəlsin. Bəli, soyuqqanlı ən əzli yaranmış vəziyyətlə bağlı. Yəni, nə edəcəyimizi əslində çarəsiz durumda qalmaq da deyil, yəni atılacaq doğru addımı toparlanma məsələsini bərpa edirik və bundan sonra daha doğru düzgün çıxış nədir deyə o üzrə artıq hərəkət edirik. Geri dönüşü qaytara bilməsək də, amma vəziyyəti əvvəlkindən də gözəl vəziyyətə çevirmək gücünü qazanırıq. Bu da çox önəmlidir. Çünki bizim özümüzün təkcə yaşadığımız o emosional dayanıqlıq gücümüzün itməsi, doktor, bizim ailə üzvlərimizin, baxın, övladlara da belə yansıyır, ən azından onların yaşanmamasının qarşısını alır. Növbəti telefon xəttində tamaşaçımız var. Sizi də eşidək. Hər vaxtınız xeyir olsun. Buyurun. Hər vaxtınız xeyir. Sizi də salamlayıram, həkiminizi də. Hər vaxtınız xeyir. Buyurun. Mən nəvəm 44 günlük müharibədə olub. O vaxtı yanına nə bilim, nəsə düşür, nə olub, ondan dəri qorxur. Başından travma alıb. Devlətimiz də var olsun, hər cürə yardım edir, müalicələr olunur. Amma keçmir ki, keçmir. Əlini, başını gətirir, stolun üstünə qoyur, deyir, alo, məni dinləyirlər. Ondan sonra divara gedib, başını sökür, deyir, məni dinləyirlər. Yuxudan qalxır, mənə deyir, mənə Kəlbəcərdən ev almışam, ora aparacam, səni evimizə köçək. Biz buna nə eləyək, bunu nə səv eləyək? Müalicələrin köməyi dəyilmir.
Təşəkkür edirik. Anamız Allah can sağlığı versin və bizim qazimizə də Allah can sağlığı versin. Bu təbii ki, post-travmatik artıq stres pozuntusundan sonra. Ola bilsin ki, zaman biraz uzun çəkməlidir, amma qısa zamanda bəlkə nəticəsi olmayacaq, amma burada bilirsiniz, burada həm emosional travma var. Bilirsiniz, xanım dedi ki, başından da zədə alıb, fiziki travma. Bəli. Burada biraz ağırlaşmış variantdır. Həm emosional travma, həm fiziki travma. Bu iki travmalar bir birləşəndə xəstəliyin gedişatını ağırlaşdırır. Və burada xanım göstərdi ki, bəs uşaqda, oğlanda bəs müxtəlif ciddi psixik pozuntular var. Burada yalnız psixiatrın müdaxiləsi, psixiatra müraciət etmək. İndi xanım dedi ki, hansısa dərmanlar yazıblar, onlar kömək etmir. İndi efirdə bunu hamısı araşdırmaq biraz qeyri-etik olar. Bu şəxsiyyətlə, şəxsi görüşdə araşdırma, sadəcə biz buradan fərzlər üzərindən deyirik, amma ciddi anamnez toplanmalı və konkret nəticə o zaman deyilə bilər. Biz sadəcə dedikləriniz üzərindən deyirik, amma yenə də bizim bəzən elə gəlir ki, biz elə bilirik. Bəzən də danışılan pasientlərdə doktorlar görür ki, əslində vəziyyət o deyil, vəziyyət başqadır, amma onlara elə gəlir ki, elədir. Bu da ola bilər. Bura psixiatra mütləq müraciət etmək və əgər dərmanlar kömək etmirsə, bir dərmanlar, şükür Allah, indi diapazon çoxdur, dərmanların diapazonu çox. Bu dərman o biri dərmanla əvəz edib etmək, kömək etmək olar fikirləşərək ki. Doktor, müalicənin, indi biz müalicə tərəfini təbii ki, burada klinikasından danışdıq, bu post-travmatik stres pozuntusunun müalicə dönəmində bunlar təbii ki, ağırlıq dərəcəsinə bağlıdır. Dərman qəbulu konservativ müalicə mütləqdir və psixoterapiyada paralel hər ikisi getməlidir, deyilmi? Yəni, dərmansız müalicənin burada görünüşü baxıram ki, çox azdır. Mütləq dərman olmalıdır. Nə qədər müddət bizə nəticəni bizə artıq qazandırır və nə qədər müddətdən sonra gedişat əgər dəyişmirsə, məhz o zaman artıq nə olur? Bilirsiniz, burada post-travmatik pozuntu o bir neçə klinik formaları var. Məsəl üçün, o asılıdır, bilirsiniz, o asılıdır insanın əvvəlki xasiyyətindən, bu bir. O asılıdır insanın sosial reabilitasiyasından. O asılıdır insanın peşəsindən. O asılıdır insanın psixoaktiv maddələrin, həyat tərzindən, ailəsindən, düşdüyü mühitdə, işi olub olmamağından, psixoaktiv maddələrin istifadə edib etməməsi, sonra əlavə fiziki xəstəlikin olmaması, bunlar hamısı bir yerdə toparlanaraq müxtəlif klinik gedişatlar verir. Məsəl üçün, gedişatlardan biri opportunizm. Bütün dünyaya, bütün cəmiyyətə opportunizm. Heç bir şeylə razı deyil, hər şeydə bir əmma tapır, hər şeydə hamısı ilə hazırdır davaya çıxsın. Bəli, negativ, agresiv reaksiya və İraq olsun onun xoşuna gəlməyən bir söz deyilsin ya bir hərəkət olsun, belə insan patlayıb, vırıb, sındırıb, döyüb, hətta öldürə də bilər. Əksinə o biri tip, apatik tip. O qaçır, insanlardan qaçır, özünə qapanır, özü üçün daxili aləm qurur, yaşayır elə bil o daxili aləmdə. Və oradan çıxmaq istəmir. O, özü üçün orada bir mühit yaradıb. Və ya insan deyir, xroniki depressiya. Və depressiyadan, bəli, burada antidepressantlar istifadə olunmalıdır öz yerində. Amma burada depressiya yaranıb, emosional stres, travma nəticəsində. Burada o travmanı da, psixoloji travmanı da müalicə etmək lazımdır. Sadəcə antidepressant içmək və demək ki, narahat olma, hər şey yaxşı olacaq. Nə yaxşı olacaq, heç özü bilmirsən, nə yaxşı olacaq. Ümumiyyətcə, demək istəyirəm ki, belə bir termin istifadə etmək xəstələrlə hər şey yaxşı olacaq, narahat olma.
bu biraz xəstəyə bu psixi travma yetirir. Yaranan vəziyyəti daha da ağırlaşdırır və bəzən də onlar elə özlərinə qıcıq yaradır. Bax, bu məsələ və yaxud da deyirik ki, öz əlindədir. İstəsən bunu artıq qurtula bilərsən. Burada elə də böyük bir faciə yoxdur. Sən hər şeyi qəlizləşdirirsən, böyüdürsən kimi yanaşmalar da, baxın, onların artıq evdə, ailə üzvlərində mühakimə olunmaqdan, bu cür danışmaqdan məhz artıq daha da vəziyyət ağırlaşır və əgər depressiya yaranmayıbsa, özü-özündən yadlaşmanın da kökünü bəzən bilmədən də biz özümüz qoyuruq. Ona görə də mütəxəssisə gələn zaman baxın nələr danışır pasiyent, halbuki onun heç kiçik bir faiz göstəricisini evdə ailə üzvləri bilmir. Çünki o şərait artıq körpülər yanıb. Biz reklam fasiləsinə ayrılırıq. Fasilədən sonra yenidən mövzumuzu davam edəcəyik. Xatırladaq ki, biz posttravmatik stres pozuntusundan danışırıq. Qonağımız isə tibb üzrə fəlsəfə doktoru Araz Mançöhrü Laləyidir. Reklamlar. Reklamlar bitdi, müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, posttravmatik stres pozuntusu ilə bağlı davam edirik. Qonağımız isə Azərbaycan Dövlət Tibb Universitetinin Psixiatriya Kafedrasının dosenti tibb üzrə fəlsəfə doktoru Araz Mançöhrü Laləyidir. Mövzuya keçdirməzdən öncə proqramımızın baş sponsoru və sponsoruna dərin təşəkkür etmək istəyirəm. Best Beef ət və ət məhsulları. 2002-ci-dən etibarən Elitwood Company adı altında və Best Beef markası ilə fəaliyyət göstərən böyük bir müəssisədən söhbət gedir. Hansı ki, ailə üzvlərimizin etibarla və güvənlə istifadə edə biləcəyimizə bizə verdiyi böyük bir zəmanət. Şərqi, Zəngəzur və Qarabağ istehlakçılarının da artıq ixtiyarına buraxılmışdır. Sizə dərin təşəkkür edirəm. Bir neçə ildir ki, bizimlə əməkdaşlıq etdiyiniz və bizə göstərdiyiniz dəstək üçün Best Beef sənin seçimin. Proqramımızın ikinci sponsoru isə Endokrin Mərkəz Klinikasıdır. Hansı ki, həmin klinikada endokrinoloji xəstəliklərin doğru, düzgün müayinə və müalicəsinin aparıldığı bir klinika. Biokimyəvi və hormonal testlərin aparıldığı üçün yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş laboratoriya və ultrason cihazlara sahib olan klinikadan söhbət gedir. Rəhbərliyi isə doktor cərrah endokrinoloq Sadiq Bəbirov aparır. Ünvan Nərimanov metro stansiyasının yaxınlığı, İzzətdin Həsənoğlu 4A ünvanında Heydər Əliyev mərkəzinin düz yaxınlığında yerləşir. Əlaqə nömrələri 012 514 4501, 514 4502, mobil nömrələrdən 070 və 050 operatorlar üzərindən 210 23 44 nömrəli telefonlar birbaşa bizə endokrin mərkəzlə əlaqə yaradır. Sizə də dərin təşəkkür edirik və keçid alaq mövzuya. Bizim zəngimiz də var, doktor. İcazənizlə elə bizim reklam fasiləsində də gözlədi. Sizi biraz gözlətdik, anlayışına qarşılayacağınıza inanırıq. Eşidək sizi. Hər vaxtınız xeyir olsun. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Doktoru da salamlayıram. Çox gözəl, savaslı doktorları dəvət elədiyinizə görə öncədən təşəkkür edirəm. Doktor elə bir insanı necə canında ağrılar var, onların hamısını ifadə eləyir. Minnətdaram doktor sizə. Mən 3 ay bundan qabaq avtoqəza keçirmişəm. Başımdan travma aldım. Bir 20 gündə xəstəxanada yatdım. Müalicələrdən sonra gəldim evə, evdə də yazdılar, amma başım düzəlmir. Yenə o qaydadayam, başımın ağrıları, yatıram. Ondan sonra özümü çox pis hiss eləyirəm, aqressivləşirəm, insanlara pis cavab verirəm. Gedirəm həkimə, mən beləyəm, deyir ki, yox, mən yazdığım dərmanlar bunları elə. Bəlkə də bu dərmanlar mənə əks verir, yəni pis təsir eləyir, mən bilmirəm. Hara gələk, sizin yanınıza necə gələk ki, bir dərdimizə çarə tapaq, doktor, təşəkkür eləyirəm. Biz təşəkkür eləyirik. 3 ay öncə keçirdik avtoqəzadan. Yəqin ki, müalicənin də gücü, belə deyək, zamanı 3 aya bağlıdır. Doktor eyni zamanda psixonevroloji mərkəzinin də həkimidir. Elə yığdığınız nömrədən geri dönüş edərək əlaqə nömrələri və ünvan da sizə geri dönüş olaraq veriləcək. Nəticə 3 ayda yoxdur. Nəticə olmaya da bilər, doktor, yanlış da ola bilər müalicə. Bəli, burada bilirsiniz, mən də deyə bilmərəm müalicə yanlışdır ya düzdür, o mənim səlahiyyətim yoxdur belə. Lakin onu deyə bilərəm ki, bəs burada fiziki streslə, fiziki zədə ilə bərabər burada emosional stres də yaşayıb xanım. Ona görə burada iki tərəfli yanaşmaq lazımdır. Həm farmakoloji, yəni ki, dərmanlarla və həm də psixoterapevtik, psixoloji. Burada yəqin ki, lazımdır daha dərindən müayinə aparmaq. Bəlkə indi bilmirəm, baş beyin ensefalogramması olub yoxsa yox.
mütləq ensefalografiya eləmək lazımdır. Yəni, baxmaq ki, o zədə nə dərəcədə fəsad qoyub, nə dərəcədə ağırlıq. İş ondadır ki, zədədən, baş beyin zədəsindən sonra birinci bir neçə gün, bəlkə də həftə ola bilər beyində heç bir problem görsənməsin. Və sonra bir neçə aydan sonra görürsünüz ki, o zədə öz əksini tapır, çıxır üzə. Ağır zədələr olar göz qabağındadır, o aydındır və orada MRT müayinə tamamilə bəs olur. Amma belə hallarda uzun müddət çəkəndə ola bilər ki, bir müddətdən sonra onun fəsadları çıxsın üzə. Və ona görə yəqin ki, biraz daha da dərindən müayinə etmək lazım olar. Bəli. Bəzən də həmin o ağır beyin kəllə, belə deyək də, artıq zərbələri və travmaları, burada MRT-nin, maqnit rezonans tomoqrafiyanın daha çox gücü, təsiri var. Amma yenə də nə dərəcədə bu diaqnostika aparılıb, biz tamaşaçıda onu da bilmədik və müalicə ola bilər. Və müalicə olduqca da, doktor, ola bilərmi ki, bir az durum qabarıq formada kəskinləşsin, aqressivləşsin və sonradan geri dönüşdə artıq sabitlənmə olsun. Bunlar da ola bilər. Çünki söhbət beyinlə bağlı gedəndə beyin biraz sehirli orqandır da, bunlar ola bilər. Bəli, bəli, belə hallar olur. Belə hallar biz tez-tez biz rastlaşırıq belə hallarla və ola bilər ki, müalicənin əvvəlində elə bir dərman, elə bir vəziyyəti daha da ağırlaşdırıb. Amma bu ağırlaşdırma deyil, bu elə bir ki, dərmanlar xəstəliyi tam çıxardır üzə. Belə loru dilində desə, belə ki, insan, cəmaət başa düşsün, elə bir xəstəliyi tam çıxardır üzə. Həmçinin biz, belə deyək, müşahidə olunur qaraciyər müalicəsində. Qaraciyər müalicəyə başlayanda, qaraciyər müalicə görürsünüz ki, qaraciyərin ağrıları artır. Və xəstələr deyirlər ki, nə oldu? Xüsusən də alkoqoliklarda. Deyirlər ki, nə oldu? İçəndə heç ağrımır. Maddə asıllıqlarında, bəli. Hərdən bir ola bilər ki, qısa müddətli vəziyyət biraz da ağırlaşa bilər. Lakin o keçib gedən bir şeydir. Burada, baxın, indi xanım avtoqəzalardan dedi, yenə də bizdə təbii fəlakətdir, avtoqəza deyək. Yenə də zəngimiz var. Tamam, tamaşaçımızı eşidək, sonra mən öz növbəti sualımı verim. Sizi də eşidək. Hər vaxtınız xeyir olsun. Buyurun. Hər vaxtınız xeyir. Mənim yoldaşım avariyadan sonra başının arxasından 2-3 santi belə sümük kəsdilər. Ondan sonra müalicələr olundu. Çox üzr istəyirəm xanım. Necə oldu hadisəni bir də geri dönüş edin. Avtoqəzada. Avtoqəzada başımdan zədə almışdı. Başının arxasından 3 santim sümük kəsiblər. Müalicə olunur, ancaq daha aqressivləşir. Nədən ola bilər? Avtoqəzadan sonra beyin kəllə sümüyündə yəqin ki, cərrahi müdaxilə olunub. Orada müəyyən bir, ola bilsin, sınıqları bərpası məsələsidir və ondan sonra da yenə də müalicə olunmağına baxmayaraq yenə də kəskin ağırlaşmalar. Bəzi hallarda insan belə bir baş beyin travması yaşayandan sonra onlarda yaranır. İndi siz mənə düzgün başlayın, mən dəqiq 100%lik diaqnoz qoya bilmərəm. Heç bir dənə ancaq bir cümlə informasiya məndə var. Belə hallarda insanda şəxsiyyətin pozulması yarana bilər. Bu ola bilər xəstəlik kimi. Bu halda əgər şəxsiyyət pozuntusu xəstəlik kimi gedirsə, o tam müalicə olunub keçə bilər. Və bəzi hallarda ola bilər ki, artıq bu xəstəlik kimi yox, bu artıq keçir onun şəxsiyyətinə. Bu artıq olur belə bir şəxsiyyət. Məsəl üçün, tez özündən çıxan, kinli, aqressiv, əsəbi, hər şeyə həddindən artıq güclü reaksiya verən, ola bilər belə bir şəxsiyyət olsun. İndi bilirsiniz, yenə də bunu araşdırmaq lazımdır. Bu nə dərəcədədir? Lakin həm o halda, həm bu biri halda belə halları korreksiya etmək olar, belə halları istiqamətləndirmək olar.
Bəli, bəli. Yenə də təbii ki, əgər 3 ay o qədər də böyük zaman deməyək, təbii ki, 5-6 ay arasında müalicə, hətta müalicə ola bilər ki, 2 ilə qədər davam etsin. Çünki o baxır onun ağırlaşmış durumlarına. Amma beyin, kəllə travmasının söhbət gedirsə, zədə, ağırdırsa və orada cərrahi müdaxilə olsa, təbii ki, ağrıların uzun çəkməsi də normaldır. Bəzən də biz morfologiyanı da tam bilmədiyimizə görə və yaranma səbəblərin, simptom əlamətlərin gedişatını, elə etiologiyanı bilmədiyimizə görə bəzən də belə qüsurlara və nöqsanlara da yol veririk. Doktor, bu müalicə, posttravmatik stres pozuntusu müalicədən sonra geri dönüş ehtimalı varmı? Əlbəttə, əlbəttə. Müddətindən, dərinliyindən, profesional, peşəkar yanaşmasından asılıdır bu. Şəxsiyyətin qayıtdığı mühit, şəxsiyyətin ətrafdakı olan yaxınları. Bilirsiniz, bəzi hallarda, məsəl üçün, hər bir ailədə əgər bir xəstə insan varsa, o tək xəstə üçün xəstəlik deyil, bütün ailə üçün o xəstədir. Bütün ailə əziyyət çəkir. Bütün ailə yüklənir o xəstənin problemlarına. Onun ki, bu bütün ailəyə toxunur. Və bəzi hallarda mən belə müşahidə edirəm ki, ətrafdakı insanlar hal-hazırda xəstə insana özü kimi, sağlam insan kimi yanaşırlar. Və öz qarşısına qoyduğu tələbətləri gözləyirlər xəstə insandan. Və təbii ki, o tələbətlər təmin olunmayanda xəstə sağlam insan əsəbləşir ki, sən niyə bəs belə eləyirsən? Bəs sən bunu başa düşmürsən. Başa düşsəydi xəstə olmazdı da. Bunun indi xəstəliyi budur da. Siz öz elədiyinizi ondan tələb etməyirsiniz. Onun ki, hal-hazırda o insanın bu qabiliyyəti yoxdur. Hal-hazırda o insan belə şey eləyə bilməz. Yəni, məcburun, dur, get, məcburun idmanla məşğul ol. Qeyri-mümkündür. Bu insan idmanla indi məşğul ola bilməz. Və insan onu itələyərək, bizləyərək ki, ged idmana, daha da çox o insanda aqressiya yaradır. Daha da çox onda negativ reaksiya yaradır və insan daha da çox reallıqdan qaçır ki, siz məni başa düşmədiniz. Mən gedəcəyim başqa yerə ki, harada məni başa düşürlər. Və ya deyirlər ki, bəs əsl bir 50 qram iç, gör necə yaxşı olacaqsan, düzələcəksən. Bu hallar, bunlar hamısı xəstəliyin təkrar qayıtmağında, bu xəstəliyin tam müalicə olunmasında, bu xəstəliyin remissiyasında böyük rol oynayır. Bir var, insan qayıdır normal mühüdə, insanın işi var, işləyir, məşğuldur, özünü lazımlı hiss eləyir, öz ailəsinə lazımlı hiss eləyir, kömək göstərir cəmiyyətə, ailəyə. Təbii ki, onun xəstəliyi ötürməsində, xəstəliyin öhdəsindən gəlməsində onun şansı daha yüksəkdir. Onun imkanı daha çox olacaq. Nəinki işsiz olan insan, ailəsiz olan insan. Doğru. Həyatda yaşamaq marağı və tutum deyir, o əzmkarlığı olmayan insanda mücadilə eşqi də zəif olur. Ona görə bəzən biz deyirik ki, psixologiya ciddi elmdir, peşəkarlıq tələb edən elmdir. Psixiatriya ağır sahədir. Burada peşəkarlıq xüsusi vurğulanmalıdır və praktik təcrübə xüsusi vurğulanmalıdır. Burada bəzən də biz elə qəbul edərkən doktor, nə qədər rastlaşırıq ki, burada əslində psixoterapiyaya siz elə yönləndirəndə ailə üzvlərindən də bərabər psixoterapiya seans keçirilməsi mümkündür. Çünki əgər burada sağlam bir insanı geri dönüş, belə deyək də, xəstə düşüncəli bir mühitə göndəririksə, o təbii ki, bizim etdiyimiz bütün uğur nəticələr hamısı belə deyək, sıfırlanacaq. Mümkün deyil, mühit çox böyük bir rol oynayır və insanın yenidən ayağa qalxmasında və xəstəliyin yenidən qayıdışının bilavasitə göstəricidir. Növbəti tamaşaçımız telefon xəttində, sizi də eşidək. Hər vaxtınız xeyir olsun, buyurun. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız. Həkimi də salamlayıram. Həkim, mənim oğlum 44 günlük müharibədə qəltə yeri var da, qəltə yaralar, qəltələr var. Bədənin hər bir yerində, bir dənəsi də göz üstündə var. Bu ona çox əziyyət verir. Bir də görürsən ki, vurur, dağıdır.
özünü bilmir. Birazdan sonra özünə gəlir, deyir bunları kim eləyibdir. Deyirik sən eləmirsən, deyir yox ola bilməz. Televizora can olub sındırıb da. İndi buna müalicələr də yazmırlar. Bu içkiyə meyillilik başlayır ki, bəs ağrılarım dayanır. İndi bunun qəlpəsini çıxartmaq mümkündürmü? Deyirlər ki, yox mümkün deyil. Onun göz sinirinə, nə bilim, hara dəyər, o məhv olar. Bunu doğrudan da elədirmi, yoxsa çıxartmaq mümkündür? Bu, haçanacan bu belə olacaqdır. Özü də cavandır. Təşəkkür edirik. Allah şəfa versin bizim qazimizə. Sizə də can sağlığı, səbir, təmkin. Təbii ki, bunların bədəndən qəlblərin təmizlənməsi mümkündür, amma yenə də burada peşəkar yanaşması olacaq. Müəyyən bir həssas nöqtələrdə yerləşməsi təbii ki, mütəxəssis və peşəkar üçün müəyyən edirəm ki, əl çatmayan bir şey yoxdur. Yəqin ki, o mənim sahəmdə o cərrahlar daha yaxşı bilər bu halı. Amma o özündən çıxmağı, aqressiv olmayı, ağrıları aradan qaldırmaq və deyəsən, əgər eşitdim ki, o içkiyə meyillik yarandı. İçki içdiyi özünü sığortalamaq məsələsində içki içərkən ağrılarım və durumumu artıq rahatlamış hiss edirəm deyə artıq alüdəçiyə çevrilib belə. Görürsünüz, bəyək mən sizə deyim ki, bir şey keçə bilər. Ciddi ardıcı başqa. Bunlar əslində corab söküyü kimi bir məsələdir də, doktor, ardıcı ciddi məsələ. İndi bir xəstəlik üstünə gələcək, ikinci xəstəlik, sonra lazım olacaq alüdəçilikdən müalicə etmək. Ona görə mən hesab edirəm ki, əlbəttə mütləq müraciət etsinlər psixiatra, artıq psixiatr və ya narkoloq. Əgər artıq alüdəçilik yaranırsa, burada yaxşı olar ki, həm psixiatr, həm narkoloq ikisi də o xəstəyə kömək göstərsin. Tez addımlar atmaq lazımdır. Ona görə ki, əgər keçsə alkoqolizm xəstəliyinə, o daha da ağır olacaq, daha da çətin olacaq. Və burada nəzərə alsaq ki, dərman preparatlarının yazılışı veriləcək xəstəyə və burada da hər gün alkoqol asıllığından əziyyət çəkən bir insan, alüdəçi bir insan və spirtli içkilərlə bərabər bu dərmanların qəbulu özü də artıq başqa bir problem yaradacaq. Və burada da işlər çətinləşir. Ümumiyyətlə, doktor, bu psixiatrlara bütün vəziyyətin bərbad olduğu dönəmdə gəlirlərdə darmadağın olmuş düşüncənin, davranışın, insanlarla münasibətdə rəftarın, ünsiyyətin, ümumiyyətlə qavrama, dərk etmə, yanaşma, analiz etmə, nə qədər insanın bütün demək olar ki, psixologiyası darmadağın olmuş bir vəziyyətdə və bunu yenidən qısa zamanda sizdən yüksək keyfiyyətdə bərpasını təmin edirlər. Bilirsiniz, insanları başa düşmək olar. Kim istəyər ki, geçsin psixiatrın yanına? Heç kəs istəmir geçsin psixiatrın yanına. Kim istəyər ki, qəbul eləsin ki, onda psixiatrik problem var. Bilirsiniz, amma mən sizə bir söz deyim ki, belə insan yoxdur ki, onda psixiatrik problem olmaz. Bəli. İnanmıram. Tam doğru. Bizdə, mənim yadımdadır, mənim rəhbərim, rəhmətli professor Ağabey Sultanov Allah rəhmət eləsin. Deyirdi ki, əgər kim desə ki, onda ki, o tam xoşbəxtdir, tam sağlamdır, mütləq onu göstərir psixiatra. Yəni ki, ola bilməz ki, tam hər bir şey olsun. Və elə bir ailə yoxdur ki, orada psixiatrik problem yoxdur. Mənim ailəmdə şəxsən var. İnanmıram ki, belə ailə olsun, orada psixiatrik problem olmaz. Var. Sadəcə olaraq biz bəzi hallarda gözümüzü bağlayırıq. O qoruyucu mexanizm var. İnkar etmə qoruyucu mexanizm. Psixoloji immunitet. Bəli. Mən bu mənlik deyil. Bizdə deyil. Bloklamışıq onu. Biz bloklayırıq. Bizim ailədə belə şey ola bilməz. Mənim uşağım belə eləyə bilməz. Mənim uşağım siqaret çəkən deyil. Onu pis uşaqlar öyrədiblər. Mənim uşağım yaxşıdır. Onun dostu pisdir. Başa düşürsünüz, bu mexanizmlar var. Psixoloji, qoruyucu mexanizmlar, bunlar işləyirlər. Bunlardan biz qaça bilmərik və insanları başa düşmüyorlar. Onlar yalnız, bilirsiniz, hətta biz psixiatrlar deyirik ki, xəstə gələndə indi zarafat edir bir-birinə. Gələndə birinci psixiatra müraciət edir, deyir ki, nə əcəb sən vaxta qədər o biri həkimlər, peşələrini indi az saymaq istəmirəm. Doğru, müayinəsində olmamışsınız. Ora qədər getməmişsən, birbaşa gəlmişsən mənim yağıma. Ne demək? Bu bizim reallığımızdır və deyim ki, tək bizdə belə deyil. Başqa ölkələrdə də, orada da bu səviyyədədir. Sadəcə olaraq onlar daha çox psixoloqa müraciət edirlər.
Bəli, onlar psixoloqa daha çox müraciət edirlər. Amma bizim xəstələrlə və ya onların qohumları ilə söhbət edəndə mən deyirəm ki, yaxşı, bu psixiatrik müalicə aldı. Amma buna psixoloji da müalicə lazımdır. Psixoloji da dəstək lazımdır və ən xoşuma gəlmədiyi bir şeydir ki, əşi lazım deyil, mən özüm psixoloqam. Düzdür, bəzi psixoloqlar, dırnaqaltı psixoloqlar mənfi reputasiya yaradıb cəmiyyətdə. Onu başa düşürəm. Ancaq bilirsiniz, mən onda deyirəm ki, bəs niyə psixoloqlar 5 il institut oxuyurlar, magistraturanı qutarırlar, bəs bunlar bir əziyyət niyə çəkirlər? Bəs bunlar nəyə oxuyurlar? Hamımız orada deyərdi birimizə psixoloq. Niyə mən psixologiyanı bilən adam demirəm mən psixoloqam? Doğru. Doğru, tamamilə. Bu da bizim doğru bildiyimiz yanlışlardan biridir, hansı ki, çox önəmli bir vacib məsələdir. Amma təəssüf edirəm ki, doktor, zamanımız bitdi. Danışılacaq çox məsələlər vardı, amma yenə də zaman yetmədi. Mən sizə dərin təşəkkür edirəm o dəyərli zamanınızı bizimlə ayırdığınız üçün. Biz bugün posttravmatik stres pozuntusundan danışdıq. Qonağımız Azərbaycan Dövlət Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Arazman Çöhrü Laleydir. Özümüzü qoruyaq, psixologiyamızı qoruyaq, səbrimizi və təmkinimizi qoruyaq. Sabah eyni vaxtda fərqli mövzu ilə görüşmək ümidi ilə salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Sponsor Endokrin Mərkəz.